Bu balacamızla 21 günlük müalicəmizi yekunlaşdırmışıq. Gələndə hədsiz əzələ zəifliyi var idi. Tez-tez yorulurdu, hə? Bəli, uzaq məsafə gedə bilmirdi. Ayağında ağrılar olurdu. Əzələsi çox zəif idi. Aha. Yəni hərəkəti məhdud idi də. İndi nə qədər edir? İndi çox, yəni rahat uzaq məsafələrə gedə bilir. Aha. Amma əvvəl o addımdan bir dayanırdı. Ağrılar azalıbdı, tez-tez qucaq istəyirdi, yəni belə deyim də, yəni məsafə gedə bilmirdi. Aha, deyirdi ki, anam məni qucağına al. Artıq o bir şeylərimiz yoxdur. Sonra dizləri həddən artıq arxaya gedirdi. Bax, bugün baxırıq, geni rekurvatum deyilən bir prosesimiz artıq yoxdur. X bacaq idi, yəni X vari dizi var idi. Dizlərdə valgusumuz çox idi. Amma bugün görürsünüz, yəni ayaqlarını birləşdiririk. X vari dizimiz də artıq gedir. Sonra daha bir narahatçılığımız ikinci topuq var idi ayağında, yəni yastı pəncəliyə xas olan bir əlamətdir. Bugün artıq valideyn də qeyd edir, yəni onda da irəliləyişlər əldə etmişik. Biz nə etmişik? Fizioterapiya, reabilitasiya, ayaqqabı, ortopedik ayaqqabı və valideyn də evdə məsuliyyətli olub idmanlarını elətdirib. Buna görə təşəkkür sizə. Mən sizə təşəkkür edirəm. Havana xanıma təşəkkür edirəm və Medikal Sentrin bütün işçilərinə təşəkkür edirəm. Biz də bu balamıza uğurlar arzulayırıq, sağlamlıq arzulayırıq, bir də heç vaxt xəstələnməsin.